neçə gündür davam edən Amina Şirin və Tacir Şahmalıoğlu arasındakı söz-söhbət daha da gərginləşib. Yenilik Yaz xəbər verir ki, müğənni Amina Şirin Tacir Şahmalıoğlunun "Mənim bu sənətdə şahlığımı qəbul etməyən xəstədir" fikrinə kəskin reaksiya verib və "Mən ruhi xəstəyəm" deyə cavab verib. Sənətçi rəngarəng verilişində Tacir Şahmalıoğlunun fikirlərinə belə münasibət bildirib. Deyir ki, əruz mənim əzbərimdədir. Onda bir zəhmət, bəhri qırma. Adam deyir, mən şaham, mən zirvəyəm. Təkəbbür başqa şeydir, özgüvən başqa. Toy böyük praktikadır. Amma mən nə vaxt desəm ki, Tacir Şahmalıoğlu məktəbi var, o zaman demək olar ki, toy məktəbi var. Bu isə düzgün deyil axı.